Deli bürclər, qoçlar, şirlər, oxatanlar 23 iyundan 30 iyuna doğru od ünsürlər sizi nələr gözləyir? Birinci qoç bürclərindən başlayaq. Qoç bürclər bu həftə biraz alovlu həftə olacaq. Bu həftə həqiqi mənada elə bir canlı bir narahatçılıq, canlı bir enerjiniz o qədər çox olacaq. Hər şey əsəbiyyətlə, mübahisələ, narahatçılıq. Sizə əl vurmaq, sizlə danışmaq mümkün olmayacaq. Hər şey mübahisəyə, hər şey yarımçılığa doğru aparmış bir nüansınız olacaq. Amma evren sizə, göylər sizə bəzi mesajlar göndərəcək, bəzi insanlarla, bəzi fikirlər, bəzi görmədiyiniz nüanslar aktivləşməsi üçün evren sizə məlumatlar göndərəcək. Həmin məlumatlardan istifadə edə bilsəz, ən çox da iş, pul, maddiyyat, sənədlə bağlı nə problemləriniz varsa, hamısını həll edə bilərsiniz. Hamısını yeni bir alana doğru keçirdə bilərsiniz. Barışmaq istəyirsinizsə, qoçlar bu həftə addım atmaq siz tərəfdən olmalıdır. Barışıq üçün, sevgi üçün, müraciət üçün zaman çərçivəsinə doğru hər şeyi aktivləşdirə bilərsiniz. Belə deyim də, hərəkət etmək, nəyisə gücləndirmək istəyirsinizsə, belə deyim də sizə şəhər olaraq, rayon olaraq, mühitinizi, yerinizi dəyişmək istəyirsinizsə, çox uğurlu bir vəziyyətdə olacaqsınız. Amma burada bir dənə nüans var, bir dənə vəziyyət var ki, keçmişdən bilirsiniz, retro vəziyyətindəyik. Keçmişdən yarımçıq qurduğunuz vəziyyətlər, keçmişdən yarımçıq yaratdığınız problemlər fırtına formasında ətrafınıza fırlanacaq və sizin ürəyinizi bulandıracaq, sizə narahatçılıqlar yaradacaq, sizi stres və narahatçılığa sala bilər. Qoçlar, iş, pul, maddiyyat üçün mükəmməl bir zamandır. Keyfimizi pozmağa dəyməz, mimikalarımızı pozitivləşdirir və hər şeyi mükəmməl bir şəkildə aktivləşdiririk. Həftənin 81%-ə qədər qoçlar uğurlu edə bilərsiniz. Şirlərə gələndə siz şirlər bu həftə romantik bir həftədir, amma sizdə romantiklik yoxdur. Şirlər bu həftə elə bir sevgi, elə bir insan, elə bir xoşbəxtlik verə bilər və yaxud da hədiyyələr verə bilər və yaxud da pul təklifləri ola bilər. Sizi elə bir qıraq o qədər gücləndirəcək, pöhpöhləndirəcək də sən mükəmməlsən, səndən yoxdur. Sizi aktivləşdirməyə çalışacaqlar. Amma bu həftə siz donmuş vəziyyətdə olacaqsınız. Bu həftə danışmaq lazım olan sözləri danışmayacaqsınız. Belə deyim də, gördüklərinizi zamana doğru çox ağıllı və çox səbirli davranacaqsınız şirlər. Sizə halal olsun, çünki bu məntiq yoxdur sizdə. Sadəcə ailəvinizlə, evinizlə bağlı bəzi nüanslarda sözlər, sizi incitməyə çalışan fikirlər, sizi zəif görməyə çalışan fikirlər olacaq ki, bu sizi zaman çərçivəsinə doğru, belə deyim də, boşluqda saxlayacaq. Düşdüyünüz mühitlərdən enerji götürməyin şirlər, düşdüyünüz mühitlərə fikir verməyin. Çünki bəzi mühitlər sizə yaraşmayacaq və orada bir balaca, belə deyim də, kompromisə getməyə bacaracaqsınız. Pul, maddiyyat, hədiyyələr, maddi-sal sfer baxımından od ünsürlər. Bu həftə mükəmməl bir zamanda siz istifadə edin. Pul gücünüzü, öz gücünüzü aktivləşdirməyə çalışın. Bəzi sözlər var ki, onları boş verməyə çalışın. Bu həftə qulaqla bağlı ayaq yıxılma, sınma, çıxma ilə bağlı bəzi problemləriniz ola bilər. Bir də maşınla əlaqədar narahatçılıqlarınız arta bilər. Şirlər, buna fikir verin. Ümumi dəyərləndirsək 78% ilə 84% arasında uğurlu edə bilərsiniz. Oxatanlara gələndə isə oxatanlar bu həftə sizdə uğurluq ola bilər. Pul olaraq, maddiyyat olaraq itki edə bilərsiniz və yaxud da lazımdan çox israf edə bilərsiniz. Bunlara fikir verilməz. Bu həftə məqsəd qurmalısınız. Mən məqsədimə çatmalıyam. Yatmış vəziyyətinizdən çıxmalısınız. Və ən vacib bilirsiniz necə? Bu həftə belə deyim də, bu dünyada olmayan bəzi qohumlarınızdır, bəzi insanlarınız kimdirsə, onların zaman çərçivəsinə doğru, belə deyim də, sizə elə bir yuxu olaraq, enerji olaraq nəsə təkmilləşməsi, nəsə bir, belə deyim də, güclənməsi ola bilər. Tərəzinizi bu həftə oxatanlar stabil yaradırsınız. Övladınıza, ailəvizə, valideynizə, iş yoldaşınıza qarşı hamıya eyni səviyyədə yanaşmağı bacarmaz. Ən çox da oxatan qadınlar bu həftə xəyanətə uğraya bilərsiniz, özünüzü incidə bilərsiniz, jens orqanda problemləriniz yarana bilər, sağlamlıqla əlaqədar narahatçılıqlarınızı gücləndirə bilərsiniz. Bu həftə kimlərinsə təzyiqinlə nələrsə etmək məcburiyyətində qalacaqsınız, amma səbirli olun. Çünki bu pul maddiyyat baxımından sizin aktivləşməyiniz və sizin güclənməyiniz üçün çox uğurlu bir məqamdadır. Bu həftə çərçivədən çıxmırıq oxatanlar. Çünki bu həftə xoşuma gəlmədi. Dəngəviz, məntiqiniz heç də uğurlu bir vəziyyətdə deyil. Bir balaca pauza eləyin, bir balaca istirahət etməyə çalışın. Beyninizdə olan düşüncələr hamısını yerbəyer zəncir var, aktivləşdirməyə çalışsın. Ümumi dəyərləndirsək, oxatanlar bu həftə 71%-ə qədər həftənizi uğurlu edə bilərsiniz.